Bismillahirrahmanirrahim. Salam değerli Müslümanlar. Bir daha sizi Ramazan ayına əsr olunmuş Kur'an ayı söhbətlərində xoş gördük. Bugün biz Al-İmran suresinin 154-cü ayəsi barəsində danışacağıq. Allah Teala bu ayədə Uhud döyüşündən sonra müsəlmanlara hakim olan o vəziyyət və o ruhiyyə barəsində danışır. Bilirsiniz ki, müsəlmanlar Uhud döyüşünün birinci mərhələsində qələbə çalsalar da, müəyyən insanların itaətsizliyi nəticəsində məğlub oldular. Düşmən tərəfi müsəlmanlardan ağır itkilər aldı. Xüsusilə Həzrəti Həmzə şəhid oldu və digər sahabələr şəhid oldular, əlil oldular. Müsəlmanlar pərakəndə yayıldılar, qayıtdılar Mədinəyə sarı. Yenidən xəbər gəldi ki, düşmənlər hücuma hazırlaşır. Müsəlmanlar arasında bir vahimə yaranmışdı, qorxu hissi müsəlmanlara hakim idi. Allah Teala bu ayədə o mənzərəni təsvir edir. Onun səbəblərini də bu ayədə, növbəti ayədə bəyan edir. Ayədə buyurur: "Sümmə ənzələ aleykum min ba'dil gammi əmanətən nuasan. Yaxşa taifətən minkum." Bu hadisədən sonra biz sizdən bir tayfaya, bir dəstəyə təskinliyi nazil etdik. Və taifətun qad əhəmməthum ənfusuhum. Digər bir tayfəyə, dəstəyə bu nazil olmadı. Bunu bəxş etmədik. Müsəlmanları iki hissəyə bölür. Deyir, sizin bir qisminizə Allah rahatlığı, təskinliyi nazil etdi. Amma digər bir qisminə bu şamil olmadı. Niyə? Ona görə ki, qad əhəmməthum ənfusuhum. Onlar ancaq özlərini düşünürdülər. Öz canlarını xilas etmək istəyirdilər. Bilirsiniz də, müsəlmanların, sahabələrin böyük əksəriyyəti qaçdı, təəssüflər olsun və Peyğəmbər məhdud insanla mühasirəyə düşdü. Allah Quranda buyurur: "İstus'aduna və la talvuna ala ahadin və rasulu yad'ukum fi ukhrakum." Bu ayələrin davamında Allah Teala buyurur: Peyğəmbər onları arxadan çağırırdı, müəyyən sahabələr dağa dırmaşırdılar və Peyğəmbər də onları arxadan çağırır. İstus'aduna, dağa dırmaşırdınız və la talvuna ala ahadin, heç kimə də qulaq asmırdınız. Və rasulu yad'ukum fi ukhrakum. Peyğəmbər də sizi arxadan çağırırdı. Niyə onlar qaçırdılar? Çünki onlar özlərini Peyğəmbərdən daha dəyərli bilirdilər. Öz canlarını daha çox istəyirdilər. Onun ki, Quran deyir, hər kəs öz canını Allahdan, Rasulundan və Allah yolunda vuruşmaqdan daha üstün bilərsə, fətarabbəsu, Allahın bəlasını gözləsin. Bunlar Peyğəmbəri tək buraxmışdılar. Belə bir şaya yayılmışdı ki, güya Peyğəmbər qətlə yetirilib, hansı ki, bu xəbərə inanmırdılar. Çünki ayə buyurur ki, inanmaq da mümkün deyil. Peyğəmbər sizi arxadan çağırırdı. Və Rasul yadukum fi ukhrakum. Bilirdilər Peyğəmbər meydanda tək qalıb, öldürülməyib, amma bunlar qaçıb dağa dırmaşırdılar və Həzrət Əli bir neçə nəfərlə Peyğəmbəri mühasirədən çıxartdılar. Tarix yazır ki, Həzrət Əliyə çox saylı ox, qılınc zərbələri dəymişdi. Yaralanmışdı, şiddətli yaralanmışdı. Allah Teala buyurur, niyə biz o bir dəstəyə öz rəhmətimizi nazil etdik, təskinliyi nazil etdik? Çünki Fəth surəsində də Allah Teala buyurur, biz möminlərin qəlbinə təskinliyi atarıq. Digər bir dəstəyə isə bu rəhmətimizi, bərəkətimizi, o təskinliyimizi nazil etmədik, səbəbini deyir. Çünki qad əhəmməthum ənfusum. Bunlar özlərini çox istəyirdilər. Bu bir səbəbdir. Amma əsas səbəb budur. Davamında Allah Teala buyurur: "Qad əhəmməthum ənfusum yazunnuna billahi gayra'l haqqi zannal cahiliyyə." Çünki bunların İslam'a, dünyaya baxışı maddi baxışdır. Elə cahillərin Allaha olan baxışı kimi idi. Baxmayaraq ki, bunlar müsəlman idilər, səhabə idilər, Peyğəmbərin yanında idilər, xütbələrində olublar, döyüşə də gəliblər.
Allah buyurur ki, bunların baxışı elə cahiliyyət dönəmdəkilərin baxışı kimi idi. Yazunnuna billahi gayrəl haqq, zannəl cahiliyyə. Onların Allah olan baxışı cahiliyyət dönəmində olanların baxışı kimi idi. Nə olsun bunlar indi namaz qılırlar, oruç tuturlar, amma təfəkkür elə o cahiliyyət dönəminə xas olan təfəkkür idi, maddi təfəkkür idi. Düşmən tərəfinin sayı çoxdur, düşmən tərəfi güclüdür, bizim onlara gücümüz çatmaz. Allahı tanımamışdılar, Peyğəmbəri tanımamışdılar. Bilmirdilər ki, Allah Quranda buyurur, biz sizə kömək eləyirik. Qələbə Allah tərəfindən verilir. Və mən nəsr illə min indillahil azizil hakim. Nəsr, qələbə ancaq Allah tərəfindəndir. Zəfər Allah tərəfindən verilir. Siz çalışmalısınız, itaat etməlisiniz. Allahın əmrindən çıxmamalısınız. Ayədə Allah davamında buyurur ki, bunlar bir şey qəlblərində saxlayırdılar, gizlədirdilər, demirdilər. O da bu idi ki, əgər biz haqq olsaydıq, bu döyüşdə məğlub olmazdıq. Deyir, bu cahiliyyət dönəmindən xas olan xüsusiyyətdir. Əvvəla, siz müharibəni udurdunuz. Siz itaatsizlik etdiniz. Və atiullah və rasulahu. Allah Quranda deyir ki, Allah və Rasuluna itaat edin. Allah Teala ayədə buyurur, atiullah və rasulahu və la tanazav fətəfşər və təzhəbə rihukum. İxtilaf etməyin, qüdrətiniz əlindən çıxar. Siz ixtilaf etdiniz, itaatsizlik göstərdiniz və nəticəsi də nə oldu? Düşmən arxadan həmlə etdi. Siz də qaçdınız. Siz əvvəl itaatsizlik etməməliydiniz. İkinci də düşmən də həmlə etsəydi, qaçmayaydınız və Peyğəmbəri meydana tək qoymamalıydınız. Səbəb nədir? Səbəb özünüzü çox istəyirsiniz. Bunun əsl səbəbi nədir? Allahı tanımayıbsınız. Həzrət Əli əleyhissalam buyurur, qorxaqlıq, paxıllıq və dünyaya hərisliyin əsl səbəbi Allaha olan bədgümanlıqdır. Yecma'uha su'uzzannu billah. Sənin Allaha sözənin var. Sənin Allaha mərifətin yoxdur. Allaha mərifətin olsa, sən Allahın Rasulunu meydanda tək buraxmazsan. Allaha inamın olsa, sən Allahın inamını gözləyərsən. Allaha inamın olsa, Allahın yardımını gözləyərsən. Allahın dəstəyini gözləyərsən. Sən ki, meydanı tək buraxırsan, Peyğəmbəri meydanda tək qoyursan, deməli, səbəb nədir? Səbəb aydındır. Quran da açıq-aşkar buyurur. Və taifətum qəd əhəmməthum ənfusum. Bu taifə öz canını çox istəyirdi. Səbəb də nədir? Əsl səbəb yazunnuna billah qayrəl haqqı zannal cahiliyyə. Bunların Allaha baxışı cahillərə xas olan bir baxış idi. Cahiliyyət dönəmində Allahı necə tanıyırdılar? Bunlar da elə o cür Allaha baxışları var idi. Ona görə Əleyhisselam buyurur ki, qorxaqlıqdır, dünya hərislidir və paxıllıqdır həsədin səbəbi Allaha olan bəlgümanlıqdır. Görün, Allah Teala müsəlmanları, sahabələri bu ayədə iki hissəyə bölür. Bir qismi özlərini Peyğəmbər yolunda fəda etməyə hazır idilər. Peyğəmbərin canını öz canından üstün bilirdilər. Onların Allaha olan mərifəti geniş idi, dayaz deyildi, zəngin idi. Allah buyurur, biz onlara rəhmətimizi nazil etdik. Amma taifətun, digər bir taifəyə isə o rəhmət şamil olmadı. Onlar nə Allahı tanıyıblar, nə də Rasulunu. Çünki Allah açıq buyurur ki, həm onların baxışlarında problem var, cahil baxışlarına onlar sahibidirlər, həm də Allahın Rəsulunu tanımırlar. Təbiidir, çünki Allahı tanımayan onun Rəsulunu da tanıya bilməz. Allahın vədəsinə inanmadılar və Peyğəmbər də meydanda təəssüflər olsun, tək buraxdılar. Bu ayədən bunu başa düşürük ki, əgər biz öz imanımızı qorusaq, öz mənəviyyatımızı müəyyən qədər inkişaf etdirmiş olsaq, Allah öz rəhmətini bizə artıracaqdır. Yox, əgər biz öz imanımızı qorumasaq, öz vicdanımızı, mənəvi dəyərlərimizi inkişafında çalışmasaq, Allah da öz rəhmətini bizdən əsirgəyər. Ramazan ayıdır, bu ayda öz mənəviyyatımızı zənginləşdirək, imanımızı artıraq ki, Allah öz rəhmətini, bərəkətini bizə daha da nazil etsin. Söhbətin sonuna çatdıq. Sizə Allaha tapşırıram və əssalamu aleykum və rəhmətullahi və barakatuhu.